salamlar uşaqlar. Biz bugünkü gün Music Lab'da mahnı düzəltəsiyik. Ən birinci biz mahnı səsi eləmək üçün nə edəsiyik? Biz bir dənə həblə kvadrat var da belə. Biz ora basırıq və sonra bura basanda səs yaranır. Siz bura nə istəsə çəkə bilərsiniz. Məsələn, şəkillər də, özünüz YouTube'dan tapılan mahnılar da eləyə bilərsiniz. Mən məsələn belə eləyirəm. Buradan da belə eləyirəm. Ha, bunu eləyə hı hərfi, hı olsun. Bunlar da olsun pilləkənlər. İndi bizə səs olur. Belə. İndi biz bu bir şeyləri, burada bir dənə belə bir şey var. Biz bura basanda üç bucaq gəlir. Üç bucaq burada dəmir kimi bir şeydir də bilə. Nağara ilə olar. O dəmir kimi bir şeydir çalan. Dəqiq bilmirəm nədir. Habu isə nağaradır bilə eləyən. İndi biz də qoyuruq bura. Alınır bizə mahnı. Sən mahnı saxlamaq istəyirsənsə, ən birinci save düyməsinə save-ə basmalıyıq. Basıq mini copy linkə basırıq. Copy linkə basırıq, indi bu xəttə basırıq. Buradan tamamilə çıxılır. İndi bura basırıq. Sonra bura xətti bura qoyuruq. Və burada enterə basırıq. Enterə basanı bu bura köçəsi. Sonra mışın sağ düyməsinə basırıq. Sonra stavit bir şeylə basırıq. Və bizə mahnı bura gələsi. Hamınıza sağ olun. Hələ ki, indi biz saxlanətə basmalıyıq ki, musiqi saxlansın, mahnı saxlansın. Sağ olun uşaqlarınıza.